Belə başını yavaşca. Fırın. Oturduğun yerde fırın o yüzden. Böyle yavaş yavaş fırın. Başını aşağıya at. Qar da yağır, qəşəng. İridir. На площадку приглашается Гусейнова Милана, Каледенкова Ева, гимнастки с что все наши юные гимнастки 2020 года рождения второе место Чулкова Агата, Каледенкова Ева, Гусейнова Милана. Третье место Жирухина Софья, Капранова Агата, Платова Варвара. Yorulmuşsan? Niye keyif yatmısan? İstemiyorum. Kıçaların ağrımır. Geç bir yaş dincəl da. İstemiyorum. Bu da Miloşkanın gülü.
Gözden size bir Bu da padarıkı. Papaqdır, şarfdır, əlcəkdir. Qəşəkdir, taxarsan məktəbə. Bu da medalı. ikinci yer. İkinci yermədən bu da qramotası. İkinci yer. Ben de istemedim ikinci yer. Yemək zad yedik, gedirəm indi salona. Evin altındadır salon. Arıyor. Allah onu ben de merak ettim. Şey ya otelde
Şurayı imzalayın. Çektim bile. Buzluğa koyduğum soğanca, markov, kırmızı soğanla markov, bir de yağ. Böyle əlimlə tutur. Bir də nohut. Hemen qəşəkdir. Kartofu çox vururam, bizdə uşaqlar əti az yeyir, kartofu çox yeyirlər, ət yemirlər. Ona görə uşaqlara. Dərmanlarımı çəkmək səbəbim odur ki, bir neçə də bacılarım yazmışdı Instagramda ki, içdiyin dərmanlar nə görə içsən. Mən 2 ildir baş ağrılarından əziyyət çəkirəm. Həkim axır ki, gedə bildim, getdim. 2 ildən sonra hər gün başım ağrıdı. İraq sözə sağlıq. Deyirdim ki, indi qan azlığından olar. Belə, yəni hər gün ağrı kəsicilərlə dururdum da, yəni dözə bildiyim qədər içmirdim. Dözə bilməsəm də məcburən ağrı kəsici içirdim. İndi həkimə getdim, həkim analiz də vermişdim əvvəldən, qan analizi də. Analizlər vermişdim, həkim ona baxdı, həm yoxlanış, həm həkimin sualları, cavabları. Bu qənaətə gəldi ki, məndə migren var, bir də astroxondrozum çoxdan var idi, 2 il bundan qabaqdan. Yəni astroxondroz 2 il bundan qabaqdan var məndə. İndi də migren. Axır ki, bu stresslər, bu nervlər bir yerdən vurdu çıxdı, migren əmələ gəldi məndə. Ona görə də sinir ağrılarım var idi kürəyimdə. Dəhşət, hər gün kürəklərimdə sinir ağrılarım olurdu. Yəni mən elə bildim ki, yəni kürək ağrısıdır. Sənin onlar hamısı sinir tonusudur, sinir sıxılmalarıdır, sinir ağrılarıdır, sinir sistemin ağrısıdır. Başdakı ağrılarıma da düzdür, ağrı kəsici yazıbdı həkim. Yəni mən içdiyimi madədir ki, onu içmə. O bədəndə elə bir ki, öyrənir də bədən ona. Bu müalicəni eləyəndən sonra bu reseptlə verilən dərmanlardır. Bunu prosta çox çəkmək istəməm. Bu da onun reseptidir, adreni. Bu balaca 14 gün içilir, bu 28 gün içilir. Bunlar da, bu mənim qan artıq, bunu çəkə bilərəm. Qan artıran dərmandır. Bunlar hamısı sinirə görədir. Bunlar hamısı stres, sinir, bu şeylərə görədir. Bu qan azlığı da var məndə, anemiya. Anemiya əmələ gəlibdi. Analizim də vardı da, qan azlığı, anemiya. Bunu yazdı. Bunu da içəcəm 1 ay. 1 aydan sonra yenə başqasını verəcək. Çünki bədən öyrəşməlidir deyə. Bunu yazdı. Bundan sonra da başqasını yazıb verəcək. Bir də analiz verməliyəm. Bir də ki, dərmandır. Bir də ki, Melis ağladı deyə çəkiliş edən bilmədim axıra qədər. 1 aydan sonra, yəni bu dərmanlar içəndən sonra, 1 aydan sonra MRT-yə gedəcəm. Beyin MRT-sinə. MRT-yə getməliyəm. Bir də, bax, ay yarımdan sonra görsüb də yazıb. Beyin MRT-sini elətdirəcəm. Bir də ki, qan analizi yenə verəcəm.
yəni bu qan azdığına görə MRT də ki, yəni aşıbqa tapmaq üçün də yenə də yəni bəlkə başqa bir səbəb var deyə də beyin MRT-si olunacaq. Hə, ay yarımdan sonra qan analizindən, MRT ilə bir də həkimin yanına gedəcəm inşallah. İnşallah xeyirli cavab görərəm. Bu 3 uşaqla, 3 uşaqla hasat deyil də, yəni. Görürsünüz nə şey oldu. Bax, əridi o soğancaq Markovunla. Belə. Kartoşkamız da pişir. Duzunu vurmuşam. Noxud da pişmiş idi. Ət də pişmişdi əvvəldən. Sonra yeməyimiz hazırdır. Loşun gülünü də aparayım. Özü rozvi seçir. Dedim oranjevi götür, Markov reş. O lap qəşəng görünürdü. Dedi yox, mən roz istəyirəm. Qoyaq bura. Bir yerdəki paltarlar da məni gözləyir. Başlayayım bunları qatlayayım. Hələ yenə var. Dedim onları da gətireyim. Qaralar, qara paltarlar. Bunları qatlayandan sonra da onları qatlayayım. Sonra yenə görüşərik.